Bugün dostumuzun ay günün bir ay sonra cinsiyyət partisi tortu ilə qeyd edirik. Bu fikrin hardan gəldiyini soruşmayın çünki niyə də yox. Amma çox balaca bir problem yaşadıq. Qapını açan kimi olacağını qabağımda gördüm və sürprizi çəkə bilmədik təəssüf ki. Olsun, en azından şamı püfləmə momenti var. Bəli, burada təbii. Burada da nəticəni açıqlamadan əvvəl təxminlərimizi yürüdürük. Qız olsa yaxşı olur. Mən uşağın bibisiyəm, oğlum istəyirəm. Mən uşağın xalasıyam, qız olsun istəyirəm, hiss eləmirəm. Mən də uşağın bibisiyəm, mən qız hiss eləyirəm. Qız istəyirəm. Nəysə uşaq. Uşağın valideyni. Bəli, burada da moment of the truth. Kızım, sensiz olmasın bir günü. Burada ortaya hədiyyə açma mərasimi girir. Və Olcan möhtəşəm reaksiyaları. Qabirlərin oturdu. Çıxın gedin də. Nə reaksiya verəm mən? Fərq elədim. Çox sağ olun. Çantam. Gəldiyi əsas hissə olan tort kəsiminə. Əsas o da sağlam olsun. Yuxarıda Və mutlusan.